Salam kanal izləyiciləri. Bugün sizlərlə ötən illərdəki blok imtahanı suallarından yenə də izahlar paylaşacağım. Düşünürəm ki, bunun abituriyentlərimizə, bloka hazırlaşan abituriyentlərimizə faydası olacaq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda belə bir sual deyir ki, bir piramida var, özdə üçbucaqlı piramidadır. Çəkək üçbucaqlı piramidanı və üçbucaqlı piramidanın yan tellərindən biri oturacaq müstəvisinə perpendikulyardır. Haradakı belə bir şəkil. Və o perpendikulyar tilə ad verir DA tili. DA. Burada olsun o zaman BC. Və orada deyir ki, BAC bucağı 90'dır. Bura 90'dır. Plus bərabər tərəflər adlandırır. Deyir AD, AC, AB bunlar bərabərdir. Tutaq ki, bura A'dır. Burada A'dır. Bunlar bərabər yanlı düzbucaqlı üçbucaqlar yaradır. Çünki yan til oturacaq müstəvisinə perpendikulyardır. İndi deyir ki, D təpəsindən BC düz xəttinə qədər məsafə 8/6'dır. Baxın, məsafə deyir. Bura perpendikulyar indirir. Bu həmin bu məsafə 8/6'dır. Bunu da bununla birləşdirsək əgər, baxın, bura 8/6'dır. Bu yerdəki üçbucaq da düzbucaqlı üçbucaqdır. Bu hansı ki ABC üçbucağından söhbət gedir. Düzbucaqlı üçbucağın katetləri AA'dırsa hipotenuzu A kök altında 2'dir. Və bu da düşəcək, baxın, bərabər yanlı üçbucaq olduğu üçün onun medianına. Medianı da A kök altında 2/2'ye bərabərdir. İndi gəlin biz burada Pifagor teoremini tətbiq edək. Baxın, o üçbucağı mən bura çəkirim daha yaxşı görməyiniz üçün. 8/6 buradır, A buradır. A kök altında 2 bölünsün 2 isə buradır. İndi Pifagor teoremini tətbiq edək. A kvadratı plus 4'də 2A kvadratı bərabərdir. 64 vur 6'da bunun kvadratı. Bu eləyəcək içinə 2'də 1. Toplayanda 2'də 3A kvadratı. Baxın, bu nə verəcək? 2'də 3 A kvadratı bərabərdir 64 vur 6. Özüm vurmadım, artıq ixtisar aparacaq burada. 64 vur 6 vur 3'də 2. 2 qalır. 64 vur 4. O da eləyəcək nə qədər? 64 vur 4'dən də kök ilə alaq birbaşa. 8 vur 2, 16. Deməli, A'mız nəyə bərabərdir? 16'ya. Doğru cavab A variantı olacaq. Yəni, düzbucaqlı üçbucaq alınır. Davam edək, ikinci suala baxaq. Yenə bir həndəsə sualıdır. Deməli, nə deyir ikinci sualımızda? Bizə bir trapesiya verib, belə bir trapesiya. Gəlin o trapesiyanı bura təsvir etməyə çalışım. Trapesiya ABCD trapesiyasında deyir, iti bucağın tangensi bərabər yanlı trapesiyadır. İti bucağı da söhbət buradan gedir. İti bucağın tangensi 2'də 3'dür. Tangens alfamız bərabərdir 2'də 3. Daha sonra deyir, bərabərin yan tərəfə diagonal yan tərəfə perpendikulyardır. Bura hansı ki 90 dərəcədir. Bir dəqiqə bunu daha səliqəli şəkildə çəkək. Aha. Daha sonra yan tərəfə trapesiyanın böyük oturacağını tapın. İndi baxın, bu hündürlüyü mən bura aşağı indirsəm, tangens nəyə nisbətidir? Qarşı katedin bitişik katedi. Yəni bura 3x, bura isə 2x yaza bilərsiniz. Həmçinin siz bunu da tapmaq olar, bunu da hesablaya bilərsiniz. Çünki düz bucaq təpəsindən çəkilən hündürlükdə düzbucaqlı üçbucaqda belə bir düsturumuz var ki, Evklid h-ın kvadratı m-in deməli 9x bərabərdir. 9x kvadratı 2x vurulsun. Bura bir AH olsun. AK yazıb üstündə əslində. AK olsun. O zaman AK'mız bərabərdir neçə x-a? AK'mız bərabərdir 9 bölünsün 2. 4,5x-a. Baxın, burada 4,5x-dir. Amma bir baxırıq ki, kitabı bizə hündürlüyün verib. Hündürlüyün verib 12. Deməli, o 3x 12'dir. 3x-ımız 12'dir. X-ımız o zaman 4'dür. Biz nəyə axtarırıq? Trapesiyanın böyük oturacağını. Trapesiyanın böyük oturacağı, baxın, budur. 4,5x üstəcəl 2x, yəni 6,5x. X-ımız da 4'dürsə, 6,5'i 4'ə vursaq, deməli, bu eləyəcək 24, 26. Doğru cavab olacaq C variantı. Davam edirik növbəti üçüncü sualdan. Üçüncü sualda ifadənin törəməsini istəyir bizdən. Elə çətin bir şey deyil. Y üstü x-in törəməsini bilirsiniz. Sadəcə bu mürəkkəb funksiyadır. Y üstü mənfi x vurulsun çıxılsın 5 üstü x. Baxın, bu mürəkkəb funksiya olduğu üçün
Törəməsini tapanda bir dəfə siz mənfi x-in törəməsini, bir dəfə də y üstü mənfi x-in törəməsini tapmalısınız. Minus 5 üstü x-in törəməsi. 5 üstü x-in törəməsi. Mənfi x-in törəməsi mənfi 1-dir. Y üstü mənfi x ilə y-nin törəməsi özüdür. 5 üstü x-in törəməsi 5 üstü x vurulsun, ln 5. Bu eləyəcəyinə qısa yazsaq, mənfi y üstü x minus 5 üstü x ln 5. Görən bu cavab harda var? Baxın, doğru cavabımız burada olandır. Bu cavab harda var? C variantında doğru nəticə var. Bu da oldu 3-cü sualın həlli. Keçirik 4-cü suala. Euler-Venn dairəsində yazıb ki, diaqramında baxın, əvvəlcə cəmi çoxluqların birləşməsini hesablayaq. A ilə B çoxluğunun birləşməsi bu fərqdə göstərilibsə əgər, baxın, bu fərqin elementləridirsə, yəni biri olacaq 2x plus y, kəsişməsi 2x minus 3, o birisində də x plus 3 setdir. Hamısının cəmi nə qədərdir? 4x, 5x. Deməli 2x, 2x, 4. Bu da 1x, 5x. 5x. Y-lər bir dənədir. Plus 3z minus, bu da eləyəcək 3. Belə bir ifadə alındı. İndi baxın, deyir x, y, z bir-birindən fərqli ədədlərdir və sıfırdan da fərqlidir. Yəni bunları ən kiçikdir deyə sıfır qəbul edə bilmərik. O zaman ən kiçik sayılar 1, 2, 3'dür. Sadəcə necə yerləşdirək ki, burada ən kiçik qiymət alınsın. Ən böyük qiyməti olanın yanına ən kiçik ədəd verək. 5 vur 1. Daha sonra 3 vurulsun. Z-in yerinə nə yazaq? Z-in yerinə 2 yazaq. O da daha kiçik. Y-in də yerinə 3. Minus 3. Çünki bunlara eyni rəqəm yaza bilmərik. 5 üstə 6 üstə 3 çıxılsın 3. Bu da eləyəcək ən kiçik qiyməti 11. Bu şəkildə yazmaq olar. Davam edirik 4-cü sualla. 4-cü sualda baxaq bizə nə verib. 4-cü sualda deyir ki, tənliklər sistemini həll. Bu tənliklər sistemindən x, y qaysını tapın. Bu tipli sualda topluda var. Baxın, bu 8-də 1-dir. X minus y-də mənfi 4-dür. Nə etmək olar? X, y qaysını necə tapmaq olar? Yuxarıya ortaq məxrəc x, y-dir. Yazırsınız y minus x bərabər 8-də 1. İndi x minus y-i mənfi 4 tapmışsınızsa əgər, siz bilməlisiniz ki, y minus x də onun əksisidir. Yəni müsbət 4-dür. 4 bölünsün x, y bərabər 1 böl 8, x, y də bərabər 32. Deməli, sualımızın cavabı olacaq A variantı. Bu da oldu 5-ci sual. Keçirik 6-cı suala. 6-cı sual belə bir bərabərsizlikdir. Gəlin həll edək. Baxın, o bərabərsizliyin məxrəci kəsrdən azad etməyin 6-cı bərabərsizliyi necə? X kvadratı bölünsün 3 plus x minus 9. Hər tərəfini 3'ə vursaq, bərabərsizliyin sağ və sol tərəfini müsbət 3'ə vursaq, işarə dəyişməyəcək. Baxın, bunların hər birini tək-bətək 3'ə vururum. Bunlar getdi x kvadratı, üstə gəlir 3x minus 27. Hər birini keçirdək sağ tərəfə, x kvadratı minus 6x minus 27 və böyük 0. Adi bir kvadratik bərabərsizlikdir. İnterval üsulundan həll edək. Hasili mənfi 27 cəm mənfi 6, mənfi 9 ilə müsbət 3 uyğundur. Sıfırların tapırsınız müsbət 9 mənfi 3. İntervallara bölüb mənfi 3 almır heç bir qiyməti, müsbət 9 aralıqlara bölün. Sadəcə bilməlisiniz ki, bu kvadratikdir və baş əmsal müsbətdir. O zaman sağdan birinci işarə müsbət, mənfi müsbət olur. Həllər çoxluğu sıfırdan böyük aralıqdır. Yəni mənfi sonsuzluqdan mənfi 3'ə. Bir də baxın, bu 9'dan müsbət sonsuzluğa qədər olan aralıqlar harada var cavab? D variantında doğru nəticə var. Keçirik növbəti neçənci suala? Növbəti sualımız 7-ci sual. 7-ci sualda deyir ki, 5m tənliyinin sonsuz sayda kökü varsa 5m minus 5n bölünsün n plus n'in cavabını tapın. Əvvəlcə gəlin tənliyi yazaq bura. Siz bir məchullu xətti tənliklərdə hansı ki sonsuz sayda həlli necə olur? Biz onu bilirik. 2m'in minus n'in kvadratı x plus 5x. Yanında x olanları yığıram bir tərəfə. M1 m kvadratı x plus n kvadratı x minus 5x bərabər 2m'in çıx 5. X-i mötərəzi önünə çıxardıram. M'in kvadratı üstə gəl n'in kvadratı çıx 5 və bərabər 2m'in çıx 5. Buradan görünür ki, bunlar 0 olmalıdır ki, bunların sonsuz sayda həlli olsun. M kvadratı n kvadratı çıx 5 0 olmalıdır. 2m'in minus 5 də 0 olmalıdır. Buradan m kvadratı n kvadratı cəmi 5 eləyir. 2m'in də 5 eləyir.
Deməli, bu 5-ə bərabərdirsə, onda belə çıxır ki, hər ikisinin cavabı 5-dirsə, hər ikisi bir-birinə bərabərdir və burada artıq düstur alırıq biz. 2m-ni atsaq digər tərəfə, alırıq m-n kvadratı bərabər 0-a. Deməli, belə çıxır ki, m-n 0-dır. Yəni, m-nə bərabərmiş. M-nə bərabərdirsə, bizdən nə soruşurdu? Silək buradan yazaq soruşulanı. 5n bölünsün m plus n. Yəni, m-lərin yerinə n yaza bilərsiniz və ya tərsinə. N plus n, 2n də 5n və cavabımız nə qədər verəcək? 2.5 cavab C variantı. Bu oldu 7-ci sual. Keçirik 8-ci suala. 8-ci sualda sadələşdirmədir. Amma gəlin biz belə eləyək. Orada məxrəcləri eyni olanların birisi qruplaşdıraq əvvəlcə. Görək orada necə alınır. Çünki bunların bəzilərinin məxrəci A kub. Baxın, 8-ci sualı mən birbaşa yazacağım. A plus 1-lərə baxın orada. A plus 1-lər. Onları bir qruplaşdırıram. A kubu plus 1 yazıram. Digərlərində A minus 1-ləri də bir qruplaşdırıram. A kubu minus 1 yazıram. İndi biz A kublar düsturunu bilirik. Kublar cəmi necə açılır? A plus 1, birincinin kvadratı minus A plus 1. Məxrəcdə A plus 1. İkinci tərəfi açaq, açılış yazaq. A minus 1, A-nın kvadratı plus A plus 1. Plus 1-ləri ixtisar aparırıq, gördüyünüz kimi bunlardan. Yerdə nə qaldı? A kvadratı minus A plus 1. A kvadratı plus A plus 1. A-lar da islah getsə, 2A kvadratı plus 2. 2-ni də çıxarsam, A kvadratı plus 1. 2 vurulsun. A-mız neçədir? Mənfi 1,5. Testdə görünür. Mənfi 1,5-i yerinə yazsam, 2,25 üstə gəl 1. 3,25 vurulsun 2 deyə bir cavab alınır. Gəlin 3,25-i də vuraq 2-yə. Deməli 4, 5, 3, 2-nin 6, 6,5. Cavabımız D variantı. Keçirik 9-cu suala. 9-cu sualda deyir kəsiri sadələşdirin. Gəlin baxaq görək. İfadənin qiymətini necə tapmaq olar? Orada qıraqda verilən ifadədən istifadə edib tapacaq. Baxın, x kvadratı bölünsün 9, 1 bölünsün x kvadratı. Bunlara ortaq məxrəc 9x kvadratıdır. Surətdə olur x üstü 4 plus 9. İndi yuxarıda burada verilib ki, x kvadratı plus 3 4ax-dır. Baxaq görək bunu kvadrata yüksəltsək. X üstü 4 plus 9 alarıq. X üstü 4 plus 6x'in kvadratı plus 9 bərabərdir 16a kvadratı x kvadratı. İndi sizə x üstü 4 plus 9 cəminin əvəzinə 16a kvadratı x kvadratı minus 6x kvadratı yaza bilərsinizmi? Bəli. Aparıram x üstü 4 plus 9'un əvəzinə. Bax, bu ifadəni köçürürəm. İndi buradan artıq mən istədiyimi ala biləcəm. X kvadratı özü 9x kvadratı. Buranı başa düşdük. Bunu silək. İndi bir şeyə fikir verin. Hər birinin içində x kvadratı var. Surətdə də, məxrəcdə də. X kvadratın mötərəzi önünə çıxardın. 16a kvadratı çıx 6. Bölünsün 9x kvadratı. Bunlar da gedər. Beləliklə cavab alarıq ki, B variantı doğru nəticə. Baxaq 10-cu suala. 10-cu sualda deyir ki, verilən çevrədə bucağın dərəcə ölçüsünü soruşur bizdən. Baxın, belə bir A-dır. S-dir. Burada O nöqtəsidir. Deyir ki, AC qövsünün dərəcə ölçüsü 72-dir. BAC bucağını tapın. Bu bucağı istəyir. Bu çevrədə diametr olduğu üçün yarı 180-dır. 180-dan 72 çıxacaqsınız. 108. Deməli, baxın, bu qövs, hansı ki BC qövsü 108-dir. Bu da daxilə çəkilmiş bucaq olduğu üçün 54 olacaq. Daha sonra belə bir fəza məsələsidir. 11-ci sinif. 11-ci məsələ daha doğrusu. 11-ci məsələdə deyir, bərabər tərəfli ABC üçbucağının təpələrindən onun müstəvisinə, bərabər tərəfli deyir ABC üçbucağıdır. Təpələrindən onun müstəvisinə A1 və B1 perpendikulyarı çəkilmişdir. Baxın. A1
və B1 perpendikulyarı çəkilib. Aha. AB verilib 2. C nöqtəsi A1 B1 düz xəttinin ortasını birləşdirən, baxın, A1 B1 parçası var burada. Düz xətti. C nöqtəsi ilə A1 B1-in orta nöqtəsini birləşdirən düz xəttin ABC müstəvisi ilə, baxın, buradan C nöqtəsindən həmin düz xəttin orta nöqtəsini birləşdirən bir düz xətt çək. Baxın, bu orta nöqtəni birləşdirir. İndi deyir ki, bax, bu düz xəttlə C nöqtəsi ilə A1, bu hansı CM olsun. Bu CM düz xətti ilə ABC üçbucağının müstəvisinin əmələ gətirdiyi bucağı istəyir. Hansı ki, baxın, bu bucağı istəyir. Bax, belə bir bucaq. Perpendikulyar endirib, bu bucağı istəyir bizdən. Bu ABC bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağı da bucağı tapmaq üçün burada perpendikulyar endirilməlidir. Bərabər tərəfli üçbucağın tərəfi 2-dirsə, onda onun hündürlüyü nəyə bərabərdir? A kök addı 3 bölü 2-yə. Yəni, tərəfi 2-dirsə, 2 kökdə 3 bölü 2 kök addı 3 eləyəcək. Bura kök addı 3-dür. İndi baxaq davamına. Bu, bunu yarıya bölür. Bura 1, burada 1 olur təbii ki. Fikir versəniz, burada 3-dür. Çünki 3 şərtdə deyir ki, bura perpendikulyarlar qaldırılıb 3-3-dür. Bu da perpendikulyarsa, bu da onlara bərabərdir. İndi siz bu bucağı axtarırsınız. Bu bucağı nə ilə tapa bilərsiniz? Tangenslə tapa bilərsiniz. Tangens alfamız bərabərdir 3-ün kök addı 3-ə nisbəti. Bu da eləyir kök addı 3. Və tangens kök addı 3-ə harada alır? 60 dərəcəli bucaqda alır. Deməli, burada da olacaq, bax, belə. Sonra, davam edək 12-ci sualla. 12-ci sualda deyir ki, bizə 12-ci sualda ədədlərin həndəsi ortasını tapın. Hər birimizə məlumdur ki, həndəsi ortanı tapmaq üçün kök altı çəkirik. 19 minus 4 kök addı 15. 19 plus 4 kök addı 15. Amma bunlar ikisi də kökün altındadır deyə bunları bir-birinə vuraq. 19 plus 4 kök addı 15-i vururam. Kökün altında bir də kök altı çəkirik. Çünki ikisi də kök altındadır. Bunların kvadratları eləyəcək 361 çıx. 16 vur 15 eləyəcək. 16-nı da 15-ə vuraq. 16 vur 5 vur 3 yazaq. 240. Deməli olacaq kökün altında 361 çıx 240. Nə qədər eləyəcək? 2 qat kök. Deməli 1, 121. 121-dən də 11 çıxır. Amma bu sonradan kökün altında qalır. Çünki bu əvvəldən də özü kökdə idi. D variantı olacaq doğru cavab. 13-cü sualda nə verib bizə? Deyir, hündürlüyü 3 doğranı 5 olan konusun daxilinə kürə çəkilib. İlk öncə gəlin konusu çəkək. Konusun daxilinə kürə çəkilib və konusumuzun hündürlüyü 3-dür. Bu hündürlüyü 3-dür. Doğran isə 5-dir. Pifagor teoreminə görə konusun radiusunun 4 olduğunu bilirik. Yəni konusun ox kəsiyi tərəfləri 5, 5, 8 olan bərabər yanlı üçbucaqdır. İndi deyir, bu konusun daxilinə kürə çəkilib. Baxın, konusun daxilinə kürə çəkilib deyirsə, bu ox kəsiyinin hər bir tərəfinə toxunur. Yəni, belə deyək, bu üçbucağın elə bilin ki, daxilinə çəkilmiş çevrənin radiusunu axtarırsınız. Əgər siz bu kürənin radiusunu axtarırsınızsa. İndi bu eri necə taparsınız? Üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu kimi. 2S bölünsün P ilə. Baxın, 2S dedikdə üçbucağın sahəsi, P dedikdə isə üçbucağın perimetri nəzərdə tutulur. Perimetri 18-dir. 2 vurulsun. Sahəni hesablayaq. Sahə necə tapılır üçbucaqda? Yuxarı hündürlük 3-dür, orta 8-dir, bölünsün 2. 8, 2, 4. Burada eləyəcək, deməli 12. 2 vur 12 də burada. Bunlar 6-ya ixtisar gedəcək. 4, 2, 3. Bu da eləyəcək 4 bölü 3, yəni 1,3-də 1. Baxaq, hansı variantda var? Y variantında doğru cavab var. Keçək növbəti suala. Növbəti 14-cü sual həndəsi silsilə. Silsilələr bölməsinə aid bir sualdır. Və həmçinin trigonometriya ilə əlaqəsi var. Deməli, kosinus 2x verib ki, 14-cü sualda. Kosinus 2x-ımız bərabərdir kök addı 2 sinus 2x-a. Bir də 3-ə. Bunlar ardıcılığı deyir, həndəsi silsilə əmələ gətirir. Bunun mənası nədir? Bunun mənası odur ki, kök bunun kvadratı, həndəsi orta yaranacaq. Ortada duran həddin kvadratı bərabərdir digər ikisinin hasilinə. O zaman gəlin hesablayaq. 2 sinus kvadratı 2x
minus 3 kosinus 2x bərabərdir 0. Bəs bu trigonometrik tənliyi necə həll edərsiniz? Baxın, sinus kvadratı 2x-in yerinə yaza bilərsiniz 1 minus kosinus kvadratı 2x. Çıxılsın 3 kosinus 2x bərabərdir 0-a. Sadələşdirək. Deməli 2 minus 2 kosinus kvadratı 2x minus 3 kosinus 2x bərabər 0-a. İndi mən yuxarını silib, bu aşağıda tənliyə diqqətlə baxın. Həmin tənliyin hər bir həddini mənfi 1-ə vururam və yaxud bölürəm. 2 kosinus kvadratı 2x mənfidən azad etmək üçün 3 kosinus 2x minus 2 bərabər 0. Yəni, indi bunu vurğulara ayıraq. Hasili mənfi 2 cəmi, hasili mənfi 4 cəmi 3. Baxaq görək bu tənliyin kökləri nədir? Deməli, 2 kosinus 2x-i yazıram. Minus, baxaq görək bunların vurğuları nədir? Kosinus 2x. Burada əgər biz 1 yazsaq, burada da müsbət 2 yazsaq görək mümkün olurmu? Bəli. Burada artıq 4 kosinus düz gəlir. İndi gəlin bu tənliyi həll edək. Vurğulara da ayırdıq. Vurğuları ayırmanı yerinə yetirəndən sonra 2 kosinus 2x bərabərdir 1 tənliyin həll edirəm. Kosinus 2x bərabər mənfi 2 də mümkün deyil. Boş çoxluq. Bu tənliyin kökü nədir? Kosinus 2x bərabərdir 1. Siz artıq videonu saxlayıb digər həllərə baxa bilərsiniz. Mən bunları silim. Kosinus 2x 2-də 1. 2x-imiz bərabərdir. Plus minus. 2-də 1-ə harada alır kosinus? 60 dərəcədə. Pi bölü 3 plus 2 pi k. Hər tərəfində 2-yə böləndə plus minus pi bölü 6 plus pi k. Onda doğru cavabımız olacaq B variantı. Keçək baxaq 15-ci suala. On 15-ci sualda deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri 60-dır. Deməli, bu üçbucaq 90, 30, 60 üçbucağıdır. 60-dır. Digər tərəfi də 30. Bucağı da 30-dur onda. Hipotenuzu ilə kiçik katet. Baxın, bu hipotenuza bir 2c yazım. Onda 30 dərəcənin qarşısında c, burada c kökdə 3-dür. Deyir, hipotenuzu ilə kiçik katetin cəmi 27-dir. Yəni, 3c'miz 27-dir. C'miz onda belə çıxır 9-dur. Hipotenuzun da deyir uzunluğunu tap. 2 vur 9. Hipotenuz nə qədər olacaq? 18. Davam edək. 16-cı suala baxaq. 16-cı sualda isə deyir ki, A bərabərdir 4x minus 3. B bərabərdir 3y plus 2 verib. Deyir, bu ədədlər qarşılıqlı sadə ədədlər üçün. 22 vurulsun 4x minus 3. 58 vurulsun 3y plus 2 ifadəsindən xy asilini soruşur. Əvvəla gəlin burada nisbətləri hesablayaq. Baxın, 4x minus 3-ün xy plus 2-yə nisbəti nəyə bərabərdir? 58-in 22-yə nisbətini. Amma indi bir şey fikir verin. Axı sizə yuxarıda deyir ki, A və B qarşılıqlı sadə ədəddir. Bəs necə onların nisbəti 58 bölü 22 ola bilər? Qarşılıqlı sadə ədədlər, ortaq böləni yalnız 1 olan ədədlərdir. O zaman siz belə edin, bunları 2-yə ixtisar aparın. Bura 29, bura 11 yazın. Bu ədədlər ancaq 29 və 11 olarsa qarşılıqlı sadə olar. Qalan bütün misillərdə artıq qarşılıqlı sadə ədəd şərtini pozacaq. O zaman 4x minus 3-ü 29-a bərabərləşdirin. 3y plus 2-ni də 11-ə bərabərləşdirin. Burada 4x bərabərdir 32, x-imiz bərabər olacaq 8-ə. 3y bərabərdir 9, y-imiz isə bərabər olacaq 3-ə. Deməli, x-imiz 8, y-imiz 3-dür. O zaman 8 üçün hasil 24, yəni A variantı olacaq. 17-ci suala. Deməli, 17-ci sualda belə bir loqaritma sualıdır və fikir verin ki, suala burada loqaritma 3 əsasdan 45-dən və 3 əsasdan 5-dən istifadə edib. 3 əsasdan 45-ə bir A deyək və 3 əsasdan 5-ə də bir B deyək. İndi aparıb yerlərinə yazsaq, orada sadəcə pluslar şəklində verilib, amma minusdur orada. 3A kvadratı minus 2AB-dir. A-ları, B-ləri bunun yerinə yazaq. Üstə gəlinsin B kvadratı. Məxrəc, üstə gəl yox, daha doğrusu bu da çıxdı. Minus B kvadratı. Məxrəcdə isə 3A topla B. İndi gəlin surəti vurğulara ayıraq. Bu şəkildə yazmaq daha tez başa gətirəcək misalı. Burada 3A üstə gəl B yazaq və vurulsun A minus B yazaq. Görək bu vurğuları vurub açdıqda yuxarıdakı 3 ədlini alıram mı? Mənfi 3AB plus AB, bəli.
Məxrəcdə də 3 AB. Deməli bu 3 AB-lər də islah gedən A-B. Onda belə çıxır ki, bizim misalımız loqaritma 3 əsasdan 45 minus loqaritma 3 əsasdan 5-dir. Çıxma bölmüyə gəlir. Loqaritma 3 əsasdan 9 və bunun da cavabı bərabər olacaq 2-yə. Bunun da cavabı olacaq C variantı. Keçək 18-ci suala baxaq. 18-ci sualda limit bölməsinə aid bir sualdır. Deməli, necə yaza bilərik bunu? Sual nömrə 18. Limit x yaxınlaşdıqca 1-ə. Yuxarıdan x-i mötərəsə xaricinə çıxarsam. Çünki biz əgər 1-i surət və məxrəcdə yerinə yazsaq, 0/0 alınır. Yəni, limitin qeyri-müəyyənliyi halı alınır. O zaman qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır limitdə. Deməli, limitin ən problemli nöqtələrindən biri bu funksiyanın limitidir. Qeyri-müəyyənlik halının yaranmasıdır. Əgər uşaqlar qeyri-müəyyənlik yaranıbsa, siz onu hansısa sadələşdirməklə, vurğulara ayırmayla mı, ixtisarla mı qeyri-müəyyənliyi aradan qaldırmalısınız. Məsələn, baxın burada x-i çıxartdım. Əslində, burada qeyri-müəyyənliyi yaradan x-1-dir. Siz o x-1 vurğunu ixtisar edə bilsəz, o qeyri-müəyyənlik aradan qalxar. Surətdəki 3 hədlini x-1, x plus 2 kimi vurğulara ayıra bilərsiniz. Bu -1-lər gedər. Aparın x-in yerinə 1 yazın. Və testin cavabı eləyər 3. Bu da elə çətin limit sualı deyil. Baxaq növbəti suala. İşarələrini təyin etməyimizi istəyir 19-cu sualda. Sinus verib -178. A bərabərdir. Mənfi sinus. Sinus tək funksiyadır deyə mənfini rahatlıqla önə ata bilirik. Və B də bərabərdir tangens 195. İndi gəlin rüblərini tapaq. Baxın, 178 dərəcəli bucaq hansı rübdə yerləşir? 178 dərəcəli bucaq, baxın, buradadır. Təxmini belə bir bucaqda ikinci rübə düşür. İkinci rübdə sinusun işarəsi müsbətdir. Deməli, bu mənfi sinus 178 qalacaq. Tangens 195. Tangens 195 dərəcəli bucaq isə, baxın, buradadır. Yəni, üçüncü rübdədir 195. 195 haradasa, bunu daha kiçik çəkək, 5 dərəcə. 15 dərəcə bu burada olsun. Yenə də üçüncü rübə düşür, dəyişmir və üçüncü rübdə tangens müsbətdir. Çünki oxların hər ikisi mənfidir. O zaman B müsbətdir, A isə mənfədətdir. Görək, belə bir cavab harada var? A mənfidir, B müsbətdir. Baxın, A mənfi, B müsbət cavabı D variantında doğru yanıt var. Baxaq 19-20-ci suala. 20-ci sualda üstü bərabərsizlər bölməsinə aid bir sualdır. Gəlin baxaq 20-ci suala. 5 üstü 2x kvadratı minus 1 bölünsün 5 üstü 24x üstə gəl 54 kiçik bərabər 0. Burada necə həll edə bilərik? 5 üstü 2x kvadratı keçirdək digər tərəfə və bunun üzəri 5-də 1-dir deyə siz onu mənfi qüvvətlə əvəz eləyə bilərsiniz. Mənfi 24x minus 54 şəklində yazsanız 5-də 1 olmaqdan qurtulacaq. Və əsaslar 5-dir. 1-dən böyükdür, artan funksiyadır. Deməli, işarəmiz olduğu kimi qalacaq. Baxın, belə bir hala düşür. Keçirək hamısını bir tərəfə. 2x kvadratı plus 24x üstə gəl 54 kiçikdir bərabər 0. Hər tərəfini 2-yə bölsəniz, x kvadratı plus 12x plus 27 kiçikdir 0. Və görünür ki, buradan bunun kökləri x plus 9, x plus 3-dür. Və kiçikdir bərabər olacaq 0-dan. Bir kökü mənfi 3, bir kökü mənfi 9. Mənfi 9, mənfi 3-ü qeyd edək, aralıqlara bölək. Bu kvadratik bərabərsizlikdə baş əmsal müsbət olduğuna görə müsbət, mənfi, müsbət gedəcək. Aralıq kiçik bərabər 0 istəyir, mənfi 9, mənfi 3 parçası. Deyir ki, ən böyük və ən kiçik tam əllərinin fərqinin modulunu. Ən böyük tam əli mənfi 3-dür, ən kiçik tam əli mənfi 9-dur. Fərqinin modulu isə 6-ya bərabər olacaq. Doğru, yəni C variantı olur. Keçək sual nömrə 21-ə. 21 faktorial, yəni birləşmələr nəzəriyyəsidir sualımız. Birləşmələr nəzəriyyəsidir, amma burada bir balaca sizə mürəkkəb kimi görünə bilər. 1 bölünsün n faktorial, üstə gəl 3 bölünsün n plus 1 faktorial, vurulsun n plus 2 faktorial və bu bərabərdir 35-ə. Buradan bizdən soruşur ki, n-i tapaq. Gəlin.
Ortaq məxrəci n plus 1-dir. N faktoriala bölsək, burada n plus 1 qalacaq. Və indi n plus 1-i 1-ə vurdum. N plus 1 üstəgəl 3. Vurulsun n plus 2 faktorial bərabərdə 35-ə. İndi baxın, n plus 2 faktorialdan n plus 1 ixtisar gedir. Burada bir dənə n plus 2 qalır. N plus 4 vurulsun n plus 2 bərabər 35 tənliyin həll etmək lazımdır. Bu kvadrat tənliyi alınacaq. Plus 2n plus 4-ün 6n, 2 4-ün 8, 35-i də əks tərəfə keçirək. Və n-in kvadratı plus 6n, 8-dən də 35 çıxanda mənfi 27. Hasili mənfi 27 olub cəmi 6 olan ədədlər müsbət 9 və mənfi 3-dür. İndi baxaq. Bunun təbii ki, müsbət kökü götürüləcək. Bu faktorialdır. O zaman n-imiz neçədir? 3. Olacaq doğru cavab C variantı. Keçək 22-ci suala baxaq. 22-ci sualda verib ki, bizə vektorları deyir, perpendikulyar olarsa, bizdən A vektorunun uzunluğunu soruşur. Baxın, gəlin qayıdaq vektorlar bölməsinə bir yada salaq. 22-ci sualı həll etmək üçün vektorların perpendikulyarlıq şərti bilinməlidir. Perpendikulyar vektorların skalyar hasili nəyə bərabərdir? 0-a. İndi koordinatlarını buraya yazıram və başlayaq skalyar hasili tapaq. Fəza koordinatlarıdır. Bunlar artıq üçlü koordinatdır. Vururam. Mənfi 9-u mənfi 2-yə vururam. Eləyir müsbət 18. Birbaşa yazacağım. Mənfi 2-ni mənfi 1-ə müsbət 2. 4-ü x-a vururam. 4x və bu bərabər 0. 4x bərabər mənfi 20 və x-imiz neçədir? Mənfi 5. İndi A vektorunun artıq koordinatları düzəldi. Mənfi 9, mənfi 2 və mənfi 5. İndi A vektorunun uzunluğunu tapaq. Kökün altında 81 üstə 4 üstə 25. 81-in üstə 4, 89, 85, 85-in üstə də 25 gələndə kök altında 110 edər. 110 da C variantında doğru cavab var. Baxaq sual nömrə 23-ə. Kompleks ədədlər bölməsinə aid bir sualdır. Deyir ki, kompleks ədədi ona qoşma ədəd qarşılıqlı tərs ədədlərdir. Baxın, kompleks ədədin formulunu yazaq. Z bərabərdir 23-cü sualda. Deməli, Z bərabərdir A plus B kompleks ədədi verilib. Ona qoşma ədəd qarşılıqlı tərs ədədlərdir. Buna qoşma ədəd nədir? Yəni, bunun qoşma kompleks ədədi A minus B. Bunlar deyir, qarşılıqlı tərs ədəddir. Bəs aşağı sinifə qaydaq qarşılıqlı tərs ədədin hasilin nəyə bərabər idi? 1-ə. Deməli, biz bu qaydadan istifadə edə bilərik burada. Bunların hasilini bərabərləşdirərik 1-ə. O zaman yazarıq ki, A plus BI, A minus BI bərabərdir 1-ə. Və A vur B də 0,32-dir. Həll etsəm, A-nın kvadratı minus B kvadratı I kvadratı bərabər 1, A vur B də 0,32. Buradan sistemdən biz A minus B-nin modulunu axtarırıq. A minus B-nin kvadratı, baxın, bu I kvadratı mənfi 1 olduğuna görə A kvadratından B kvadratının cəmi 1-dir. A vur B-nin də cəmi 0,32-dir. Əgər siz köməkçi müxtəsər vurma düsturundan istifadə etsəz, A kvadratı üstəgəl B kvadratının yerinə siz yaza bilərsiniz A minus B-nin kvadratı üstəgəl 2AB və bu 1-ə bərabərdir. A minus B yoxdur, bunu axtarırıq hansı ki modulu. A vur B neçədir? 0,32. 2-yə vuranda 0,64. 1 tamdan da 0,64-ü çıxsanız, A minus B-nin kvadratı edər 0,36. Və bu da A minus B-mizdə plus minus 0,6 eləyər. Lakin siz modul olduğuna görə müsbət 0,6 cavabını qəbul edəcəksiniz. Keçək baxaq başqa bir suala. 24-cü sual 3 bucaq, düz bucaqlı 3 bucaqdır deyir. ABC düz bucaqlı 3 bucağında, yəni C bucağına qədər B bucağı 90 dərəcədir. Baxaq məsələyə. ABC düz bucaqlı 3 bucağında, B bucağı 90 dərəcədir. AB deyir, MN xətti. Burada sadəcə şəkildə üzəri tam qaran verilənlərə görə yazaq.
Verilən şərtlərə baxaq. Deməli, bura bir N nöqtəsidir. Burada da bir M nöqtəsi var. Bu M-in xətti AC-yə paralel olduğunu deyir. Bunu başa düşdük. Daha sonra BN NC-yə bərabərdir. Yəni, onda çəkilən ayın parçası mediandır. AK ilə AK SK-yə bərabərdir və bu da 36-dır. Buradan belə çıxır ki, bu AK, BK-nın özü də median olacaq. Baxın, burada paralellik şərtindən nə əldə edə bilərik? Hansı ki, M-nin sizə bura paralel olduğunu deyir AC-yə. Və bu paralel xətt bir tərəfini yarıya bölüb M-in xəttini. Fales teoreminə görə digər tərəfi də yarıya bölməlidir. Onda belə çıxır ki, o M-in orta xətdir. Yaxşı, M-in orta xətdirsə, onda biz necə edə bilərik? M-in orta xətdirsə 36-dırsa, bura 18 yaza bilərik. Çünki orta xətt hansı tərəfə paraleldirsə, onun yarısıdır. İndi bizdən nə istəyir? MO-nu istəyir bizdən. MO. Baxaq, MO haradır? O nöqtəsi buradadır. Siz axtarırsınız hansı ki, bax bunu. Bu MO xəttin. Bax, buradan buranı axtarırsınız. Bura bir X yazıram. İndi siz bu qum saatı modelində bax bu üçbucağa fikir versəniz, bax hansı ki bu üçbucaqla bu üçbucağı deyirəm. Bu üçbucaqlar bir-birinə oxşar üçbucaqlardır. İndi gəlin baxın. Qırmızı rəylə rəyləyirəm bu üçbucaq. Bu üçbucaqların oxşarlığına baxaq. M-in 18-dir. Bura 36-dır. Onda deməli bunların oxşarlıq əmsalı 2-də 1-dir. 18-in 36-ya nisbəti. Yəni bura siz X yazanda bura 2X yazmalısınız. 2 dəfə ondan çoxdur. İndi bu da bizdən M-onu istəyirsə, biz ümumi medianın uzunluğunu bilirik. Bu düz bucaq təpəsindən çəkilən median elə hipotenuzun yarısıdır. 36-dır. Baxın, bu median 36-dır və bu parça buranı yarıya bölür. 36-nın yarısı bura elədi 18. Deməli, digər yarısı da X-la 2X-in cəmi də 18 eləməlidir. 3X-imiz 18-dir. X-imiz da buradan nə qədər çıxır? 6. Sizdən də zaten M-onu soruşurdu. Cavab 6-dır. Baxaq 25-ci suala. 25-ci sual dövrü funksiyaya aid bir sualdır. Funksiyanın dövrlüyü nədir? Funksiyanın dövrlüyündə deyirik ki, əgər bir t funksiyanın dövrüdürsə, fx minus t-də, fx plus t-də bərabərdir fx-a. Bu şərti ödəyirsə, t onun dövrü olur. İndi deyək ki, bu əsas dövrü 7-dir bizim funksiyamızın və tək funksiyadır. Yəni, f mənfi x mənfi fx-a bərabərdir. İndi gəlin baxaq. 2 f11-i soruşur və çıx f14-ü bölünsün f mənfi 4-ü. Və üstə gəlinsin 5-i. Baxın, burada necə etdiyəcək? Biz tək funksiyada bilirik ki, f0 0-dır. Dövrü 7-dir. 7-nin 2 misli 14-ü gəlsə, deməli f14 də 0-dır. 7 vahid hər biri artacaq. Bəs indi f11 ilə f-4 arasında nə əlaqə var? Siz f11-ə bir A hərfi deyin. Onda bundan 7 vahid çıxsanız f4 də A-dır. Amma bu f-4-dür. Deməli bu mənfi A olacaq. Çünki tək funksiyadır. Onda bura yazıram 2A. Bu 0-dır. Burada mənfi A. Plus 5. Bunun cavabı eləyəcək A'lar gedəndə mənfi 2 plus 5. Sualımızın cavabı 3. Burada məqsəd odur ki, siz bu dövr qədər arqumentdə hərəkət eləyə bilərsiniz. Tək funksiyada hər zaman yadda saxlayın uşaqlar. F0 0 olur. Və dövrü 7-dirsə, dövrün neçə mislini istəyirsiniz üstünə gələ bilərsiniz, yenə qiymət dəyişməyəcək. Və ya dövrün neçə mislini istəsə çıxa bilərsiniz. Baxın, F11-ə bilmədiyim üçün qiymətin bir A dedim. Verilərsə qiyməti yerinə yaza bilərdik. F4 11-dən 7 vahid kiçikdir. Dövrü 7 olduğu üçün 11-dən 7-ni çıxdım. Hətta məsələn 4-dən 7-ni çıxın, f-3-ə də siz A deyə bilərsiniz. Bu qayda ilə davam edir dövr. Bu da oldu 25-ci sualımızın izahı. İzlədiyiniz üçün sağ olun. Videonun həqiqətən də yararlı olursa, bəyənib paylaşmağı unutmayın. Bu tipli videoların gəlməsini istəyirsinizsə, rəy bölməsində yaza bilərsiniz. Sağ olun.